Bax bu gördüyünüz kiçik bir detala görə müştəri 3 aydır ki, əziyyət çəkir. Avtomobildə 3 komplekt vanus dəyişirilir. Amma giriş barəsində yaranan vanus problemi aradan qalxmır. Diaqnostikaya salan zaman avtomobildə bu olma problemi və diaqnostikaya salan zaman avtomobildə aşıbqa verir ki, giriş vanus düzgün vəziyyətdə işləmir. Bu barədə bizim ətraflı çəkişimiz olub, yetəricədən də çox. Amma bugünkü gün istəyirəm bu mövzuya yenidən bir işıqlandırma gətirim ki, çünki bu 1.8 kruz mühərriklərdə, servis mühərriklərində aslavnoy mühərriklərin problemi yaşandığı bugünkü gün vanus problemidir. Avtomobildə titrəmə olur, mühərrikdən səs gəlir, gec xodlanır və s. ilaxır. Yaxınlaş zəhmət olmasa, avtomobildə bu gördüyünüz detalda nədir? Yaxınlaş. Dinamanın arxa nahiyəsində avtomobilin yağlayıcı kanalı var ki, bu kanalın üzərində bax bu gördüyünüz klapan yuxarı yağ qalxan zaman klapan təzyiqi saxlayır ki, avtomobil yatan zaman yağın təzyiqi aşağı düşməsin. Bu gördüyünüz klapan sıradan çıxdığı üçün, zəhmətli olmasa bir dənə yaxınlaş kameranı sal ora. Bu gördüyünüz klapan sıradan çıxdığı üçün, bax kiçik bir detaldır. Avtomobilin yağlayıcı vanusuna düzgün vəziyyətdə yağ qalxmır, ona görə də vanusdan başlayır aşıbqa verməyə və avtomatik boğulur. Yaxından zəhmət olmasa, an kamera vasitəsilə göstəririk. Bilmirəm, götürə bilirsiniz, götürə bilmirsiniz. An kamera vasitəsilə göstərdiyimiz nahiyədə bax bu gördüyünüz klapan olur. Bu klapan ki, yerində olmadığı üçün, iç nahiyəsində olan klapan sıradan çıxdığı üçün avtomobildə başlayır giriş vanus nahiyədə problem yaşatmağa. Yəni ki, bizim dillə desə, əziz qardaşlar, bir problem əgər ki, detal aşıbqası verirsə, problem o detalla qaynaqlanmır. Detalın problem yaranma səbəbini aşkar etmək lazımdır ki, giriş vanus aşıbqası var, 3 dəfə, 4 dəfə vanus komplekti dəyişirsiniz. Deməli, problem vanus nahiyədə deyil. Problem vanus nahiyəyə gələn kanaldadır ki, bugünkü gün kiçik bir detaldadır. Ona görə də avtomobilin vanusu düzgün vəziyyətdə işləmir. Yəni ki, bu cür çəkişlərə bacardığınız qədər önəm verin ki, sadəcə olaraq əlavə bir xərcə düşməyəsiniz. Bugün yaranan problemi kiçik bir xərclə aradan qaldırırsınız. Sonra yenə çıxıb deməyəsiniz ki, Chevrolet Cruze bizlər üçün problem yaratdı.